Herkese salam, kanalıma xoş gəlmişsiniz. Bizimlə sən verilişinin iştirakçısı Tutu xanım Əkbərlə bağlı qalmaqallı açıqlama verib. O qeyd edib ki, Əkbəri heç vaxt istəməyib, sadəcə ondan qayğı gözləyib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı unutmayın. Əkbər söhbəti belə oldu ki, mənim səsim tutuldu. Elə bir fikrim yox idi. Əkbər Arzuya deyib, Arzu gəlib mən dedi ki, Əkbərə yox demə. Mən dedim, mən evlənmək istəmirəm, bax, mənim hələ universitetim var, sağalmağım var, o var, bu var, evlənmək istəmirəm. Dedi, yox demə, mən ona inanıram, o səni evin üçün istəmir, kim olsa da evin üçün istəyir, Əkbər istəmir. Dedim ki, yəni mən sevgi axtarmıram, mən prosta qayğı görməmişəm deyə, atamdan olsun, nə bilim, anam yoxdur. Qayğı istəyirəm, böyük adam olsun ki, heç olmasa, yəni ümumiyyətlə demirəm, böyük adam olsun. Əkbərə ona görə razılıq verdim ki, qayğı versin də. Sonra gördüm ki, yəni Əkbər o adam deyil də. Həm dedim ki, bir hiss eləyirdim ki, o Pərvinə istəyir. Deyirdim ki, yəni Allah xoşbəxt eləsin də, barışıq, ortaya qız uşağı var. Elə də ayrıldım. O indi İlahi xanım reklam arasında deyir ki, üzük məsələsi çıxanda üzüyü Əkbər alıb, istəyir 5-ini alsın, səni məhkəməyə verəcəm, ailə dağıdırsan. Deyirəm, gedin verin. Subutunuz yox, bir şeyiniz yox. Nə ilə verəcəksiniz? Ham deyir ki, hər axtarsın. Mən hər zat axtarmıram. Bilmir də, bilmir. Onu tanıdıqca gördüm. Hamını qovdular. Mən səhv etdim ki, kimisə sözünə qulaq asdım. Bir də o səhv eləmərəm. Bu veriliş yoxdur, xeyr. Mən qayğı axtarıram. Mən ər sevgisi, ər həvəsində deyiləm. Əkbər, məsələn, Səlmər xalq desəydi ki, mən Sultan qəbul edirəm, Əkbər qardaş kimi ona baxsın, arxasında dursun, mən yenə də qəbul eləyəcəkdim. Mən Əkbəri sevmirdim. Nə yalan deyim? Verilişdə dedim onsuz da. Veriliş yoxdur bugün. Yalan demirəm, yalancının Allah bildiyi kimi eləsin. Kimdən axtarım, bəs heç kim vermir qayğını. Özüm mənə kişi, qadın onun şeyi yoxdur. Bəzilər burada məni anlamaz, çünki o bilmirlər ki, atasızlıq, anasızlıq nə deməkdir. Mən hələ nələr çəkmişəm, bu vəziyyətdəyəm. Başa düşmərsiniz. Ancaq gəlib ağzınıza gələni danışmağı bilirsiniz. Evdə qalmıram, sığınacaqda qalıram. Amin, qınayanın başına gəlsin. Pulu ilə qalacam. Müvəqqəti olaraq. Pulum qutarandan sonra bilmirəm neyin. Evə vermişim. Çıxartdılar, orada hamını çıxartdılar. Öz evim var, amma uzaqdadır. Həyat evində tək qala bilmərəm. Bugün xeyir yoxdur. Birinci gün olacaq.
Mən kolyaska ilə gəzmirəm. Məni tutsalar gəzə bilərəm. Mən qabaq heç gəzə bilmirdim. 10 gün xəstəxanada yatdım, müalicələr aldım, naftalan, masaj, nə bilim, çox şey. Ondan sonra ayağa qalxdım. Yəni mənim xəstəliyim sağlandı. Sadəcə mənə müalicə lazımdır. Bəziləri təriflədiyi inşallah da məni vaxtında müalicə elətdirməyib. Əksinə görə hormonal dərmanlar verdirib ki, tez ölsün, evdə yeyək. Всё. Heç nəyi bilmirlər, danışırlar. Davam eləyirəm. Türk adam lazımdır, pul lazımdır. Müalicə alıram da Rəhmə xanımın yanına gedirəm, amma bəs eləmir. Əlavə müalicələr də istəyirəm, amma onda öz pulumla lazımdır, o da yoxdur. Şarkomarituta adda qərbədiyə diaqnozum. Çox sənəsinə baxım. Axşam yoxdur. Nömrəmi hamının içində canlıya qoyun. Gələn də yazsın. Qabaq pulsuz idi, indi pulludur. Xeyr, yox. Pulu ilə qalıram müvəqqəti olaraq. Kart nömrəm biyomda var, səhifəmdə. Çox sağınacaqlar. Çıxartdılar da neyim. Kart hesabım biyomda var. Səhifəmə keçid eləyəndə görəcəksiniz. Hə. Dükkana gidelim, metre lazımdı mı? Hara? Dükkana? Yox. Bəli, başladım. Bəli, pul ödəyirəm, gün tutma. Kartı sabitləyə bilmirəm, bir dəqiqə görüm.